Hər vaxtınız xeyir, Sport Info TV izləyiciləri, hər birinizi xoş gördük. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli, əziz dostlar, Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vuruldu. Əslində mən Premyer Liqanın son turlarını, yəni ötən mövsüm hər biriniz xatırlayırsınız, çox gərgin mübarizə şəraitində keçmişdir. Xüsusilə Avrokuboklara vəsiqə uğrunda ikinci, dördüncü pillələr çox gərgin mübarizə aparmışlar. Amma bu mövsüm də bunu əslində Turan Tovuz, Araz Naxçıvan rəqabətini gözləyirdim və bu daha çox maraq qatardı çempionatın son turlarına. Amma Araz Naxçıvan xalat etdikcə Turan Tovuz da əlinin tərsi ilə elə bir o hədiyyələri geri qaytarmaq, daha doğrusu qəbul etməməklə məşğul idi. Oyun olaraq, tempo olaraq təbii ki, heyətinin kifayət qədər yaxşı olmadığını keçən videomuzda da səsləndirmişdik və xüsusilə Qarabağın Araz Naxçıvan üzərindəki qələbəsi də əslində bir növ futbolçuların artıq tətil ab-havasında olduğunu nümayiş elətdirdi. Araz Naxçıvan bu mövsümün əvvəlindəki və yaxud da ortasındakı o tempi, oyun anlayışı, fiziki mübarizə, yəni bütün bunlar biz Araz Naxçıvanda görə bilmirik. Təbii ki, ola bilsin ki, artıq futbolçularda da xüsusilə Turan Tovuzun itirdiyi xallar fonunda belə bir rahatlıq yaranıb. Sumqayıt Kəpəz maçı da maraqlı keçdi. Hər iki məşqçinin gənc mütəxəssislərdir. Hər birini, yəni biz arzulayırıq, gənc mütəxəssis tərəfdarıyam. Mən Azərbaycanlı xüsusilə yerli mütəxəssislərə irəli çəkilməyini çox istəyirəm. Bu fonda da Azər Bağırov, Vaqif Cavadov qarşıdurmasını izlədik. Azər Bağırov oyun anlayışı olaraq meydançanın mərkəzində daha çox topa sahib olmaqla və Sumqayıtın da müdafiə olunmada ciddi problemlərinin olduğu nəzərə alaraq müdafiə arxasına atılan toplarda təhlükəli epizodlar yaratmaq istəyirdi ki, və bu epizodlardan da biri qolla nəticələndi. Topa daha çox sahib olmağa çalışan bir Kəpəz var idi. Oyunu xüsusilə ikinci fazada deyil, daha çox birinci fazadan üçüncü fazaya ötürülən toplar və orada oyun qurmaq taktikası seçmişdi Vaqif Cavadov. Amma burada yəni oyun elə bir tempdə gedirdi ki, yəni bir qol vuran bu qarşılaşmanı qalib başa vuracaqdı ki, bu da Kəpəz oldu. Ümumiyyətlə